Hər vaxtınız xeyir dostlar, necəsiniz? İnşallah ki, yaxşısınız. Deməli, bu günləri mən pul çıxarmağa çalışdım. Belə deyim sizə, Binance hesabına axtarmağa çalışdım. Gördüyünüz kimi pul köçmür və köçməyəcək də 100%. Bunu sizə deyirəm. Deyəsiniz ki, qaqa kartla eləyərdin çıxarışı. Kartla da elədik. Kartla mənim hesabımda yox, dostumun hesabında elədik. Amma pul gəlmədi. Onun üçün 2 saat bundan əvvəl eləmişik. Prosto burada paylaşa bilməyəcəm. Çünki onun hesabında eləmişdik. Onun telefonunda ona görə. Ona görə üzrlü sayın. Dostlar, yəni belə deyim mən sizə, artıq bu oyuna pul falan vurmayın. İndi ola bilər ki, vurmaq istəyənlər var yenə. Bir qardaş yazmışdı, yoruma pul vurum. Dedim eləmə. Ümumiyyətlə artıq pul vurmayın, heç bir şey eləməyin. Əlinizi üzündə yəni buradan. Bir şey olsa onsuz da paylaşacağım. Çünki bunların necə deyim sizə, Telegram səhifəsi işləyir, nə bilim dəstək xidməti işləyir. Vaxtında bunu qabaqcadan bilsəydik çox əla olardı. Yəni insanlar da yəni bura küllü miqdarda pul qoyub. Belə 2000 də qoyanı var, 1000 də qoyanı var, daha yuxarı qoyan da bəlkə var. Yəni mən qoymaq istəyirəm, var. Yazırlar yorumlar ki, bəs qardaş pul çıxarmaq istəyirik, çıxmır. Ya nə bilim hesab açılmır. Belə problemlər. Yəni artıq əlimizi üzək, həqiqətən, çünki eləyə biləcəyimiz heç bir şey yoxdur. Bunlar da yalandan, məsəl üçün, bura email qoyublar. Email heç cavab vermir. Mən neçə dənə göndərmişəm, avtomatik olaraq emailin özü də göndərmişdi. Yəni gedib ora çatmadı. Hüquqi ünvan yazıb, bəlkə bu yerə getsən belə bir yer heç yoxdur. Yəni bu aldadılma məqsədilə yaradılmış bir saytdır və insanların pulunu çəkib, necə deyim, götürüb çıxıb gedirlər. Başa düşdünüz necə? Yəni çıxarmaq olmur. Yəni bizi kimi insanlar da deyirik ki, pul qazan, əlavədən pul gəlsin, gəlib gəlsin. Yəni o da içimizdə qalır, belə çıxmasın. Yəni heç bir şey. Bununla bizə Zevs tanıtdırmışdı. Sağ olsun. Nə deyək biz ona? Onun sayəsində belə pulumuz ortaqda getdi. Yəni belə ilə pul vuranda çox vurmağa heç yeri yoxdur. Uzaq başı yəni 50 dollarda, maksimum 50 dollara yaxın pul vurun. Yəni yuxarı qoymayın heç vaxt. Ki yəni pul batacaq. Yəni bunu gözünüzün qabağına gətirin. Yəni bilin ki, 50 dolları elə bir şey deyin də, nəsə olsa deyin ki, it aparan olsun. Yəni başqa cür heç bir şey eləmək olmur. Yəni dediyim kimi bunda Zevs bizə tanıtdı. Heç bir şey. Özü qəşəng qazandı da, çıxartdı da vaxtında. Sonra heç videoda çəkmədi. Səhv bilmirəmsə bir həftə var da, bir həftə bundan əvvəl çəkib axırıncı videosunu. Pulları götürəndən sonra o da çıxıb gedibdi yəqin ki. Normal pul götürürlər də. Referlər sayəsində onda 16.000 dollar pul var idi. Yəni ki, izləyicilər sayəsində, indi bilmirəm sonradan gələn nə qədər gəlibdi. 16.000, yəni ümumi olaraq 200.000-ə yaxın pul yəni qoyulubdu da bura. Yəni Zevsə referral olaraq gedən 200.000 pul qoyubdu ümumi insanlardan danışıram. Hamısının bir yerdə toplam gəlir 200.000-dir ki, Zevsə 16.000 desə, yəni 160. Nəsə də başa düşdünüz. Yəni option insanlar belə çox pul qoymuşdu və pullar elə ki batdı, getdi. Yəni əlimizdən də heç bir şey gəlmir. Allah özü kömək olsun. Yəni bir də belə şeylər eləməyək. Dostlar, mən çalışacağam başqa videolar çəkim. Yəni maraqlı gəlsə YouTube kanalıma, yəni abunə olun, videoya like atın falan. Yəni mənə dəstək olun. Siz də yoruma yazın necə videolar çəkim falan. Yəni əgər istəsəz ki, bunu davam elətdirim, maraqlı bir şeylər olsun, nə bilim, mən də YouTube çəkim. Belə bir şey. Mənə dəstək olun, zəhmət olmasa. Yorumlarda da qeyd eləyin. Yazın ki, qaqa, bəs belə video çəksən yaxşı olar, ya məsələn bu oyunu oyna, yaxşı olar falan. Özüm universitet oxuyuram, yəni çalışdığım qədər sizlərə maraqlı bir şeylər çəkməyə falan çalışaram. Əlimdən gəldiyincə. Yəni belə şeylərdə də məsələn pul qazanmaq üçün nəsə olsa, əlavə gəlir falan, bunlar üçün də video paylaşacağam, o sözsüz. Çünki həqiqətən gəlir çox lazımlıdır. Heç nə inşallah uğurlar olsun. İnşallah yeni videolarda görüşərik. Siz də yazarsınız nə istəyirsiniz. Mən də ona uyğun hərəkət eləyərəm. Sağ olun.